Salam millet, hoş gelmişsiniz videoya. Zəhmət olmasa hamı videonu like eləyib, abunə olmayan abunə olsun. Plusdakı yorum yazsaz lap əla olar. Heç uzatmadan keçək videoya. Bugünkü mövzumuz nə olacaq? AMD və Killzone'lar. Killzone'lar nədir? AMD nədir? Onları bir başa salacağım. Bunlar hələ ki yuxarıda burada qalsın. Killzone'lara hardan açırıq? Birinci onu indikatorlar demişdim sizə. İndikatorları girirsiniz. Buraya yazırsınız ICT. Məsələn, məndə çıxır. ICT Killzones yazanda, məsələn, Killzones yazanda, məsələn, burada çoxu çıxır, amma ki, mən bunu işlədirəm deyə bunu işlətsəz daha əla olar. Onların önəmini göstərəcəm sizə. Bunlar nədir? Bunlar məsələn, Association-ı açılır, Londondur, New Yorkdur, New York PM və New York Launch. Bunlar bizə marketin açılışlarını göstərir. Asiyadakı açılışlar, Londondakı açılışlar və New Yorkda. Və bunlar bağlanış, bu da nahar yeməyidir, nə bilim nədirsə. Hər neysə. Bunlar bu cürdür. Bunların önəmini göstərəcəm sizə. Onun başa salacağım. Sizə söz odur. Bunlar, yəni, bunları bilin nədir, Killzone'lar. O bəs elə ki. İndi bunların şeyin başa salacağım. Demək, AMD nədir? AMD bir dəqiqə. AMD nədir? Demək, AMD Accumulation, Manipulation, Distribution olaraq keçir. Accumulation, Manipulation, Distribution. Accumulation alan odur ki, məsələn, market nə high-ı, nə low-u heç birini qırmadan tam yatay şəkildə hərəkət etməsinə accumulation alan, market akkumullə olur deyilir. Yəni ki, görürsünüz, nə yuxarı qırır, nə aşağı, məsələn, burada məsələn qırır və yönünə doğru gedir. Amma burada nə edir? Market yatay şəkildə davam edir. Bu accumulation alandır. Manipulyasiya nədir? Məsələn, hər hansı bir likvidasiya səviyyəsidir. Oranı sweepləyib, oranı aldıqdan sonra, təbii ki, bura, yenə deyirəm, likvidasiya alınan səviyyə önəmli səviyyə olmalıdır. Bunu yadda saxlayın. Bunu çox bir trader demir, çox bir yayıncı məsəl üçün demir, amma ki, deyirsə də məsəl üçün, deyir ki, məsəl üçün, eləsi var deyir, yəni məsəl üçün çox o deməyim, amma deyənlər var. Yəni, siz hər bir işləminizi önəmli səviyyədə, yüksək time frame-də görməlisiniz. Bura manipulyasiya eləyir, likvidasiya, hər hansı bir likvidasiya səviyyəsi ola bilər və yaxud da hər hansı bir PDRI, yəni yüksək istəman demində 100 şey ola bilər. Siz ona baxıb, həmin o səviyyənin içindədirsə, həmin o səviyyəni alıbsa, artıq orada manipulyasiya gerçəkləşir və qırılım gəlibsə, artıq işləmə daxil ola bilərsiniz. Distribution nədir? Gerçək hərəkət, yəni yönünə doğru gerçək hərəkət. Siz nə manipulyasiyada, nə də ki, akkumulyasiyada işləməlisiniz. Siz manipulyasiyanı gördünüz, akkumulasiyanı gördünüz, avtomatik olaraq distributionda. Distribution gəlir, geri retracement verir və geri retracementda işləmə daxil olursunuz. Stop. Burada tipi Allah bilir harada. 1-2 tutursunuz məsələn, nə bilim, hər hansı burada likvidasiya səviyyə, yuxarı tərəflər likvidasiya səviyyəsi olar, oradan tutursunuz. Yəni, bir dəqiqə, başqa nəsə başa salmadığım bir şey var. Yoxdur. Bu akkumulyasiya səviyyəsi necə işləyir, onu da göstərim. AMD. Çox adam necə işlədir. Məsəl üçün də, bu akkumulyasiya səviyyəsi olur. Nə high təmizlənir, nə low təmizlənir. Bir dəqiqə, onda buranı biraz silək. Yəni, mən bunu manipulyasiyanı, distribution'ı genel olaraq göstərdim. Akkumulyasiyanı ayrı bir şəkildə olaraq göstərdim. Amma millət necə işlədir, onu da göstərəcəm. Yəni, bu başqa türlü yolu da var işlətməyin. Amma mən üçün işləmə almıram. Əsasən mən başqa cür işləmə alıram. Bir dəqiqə. Buranı sil. Distribution'ı qoy yuxarı. Manipulyasiyanı bura qoy. Məsələn, qiymət belə akkumulyasiya keçirir. Akkumulyasiya. Sonra gəlir bu alt lovları təmizləyir. Manipulyasiya eləyir. Ardınca yuxarı qırılımdan yuxarı gedir. Burada distribution gedir. Bu səviyyə. Bir dəqiqə. Bir dəqiqə, bunu biraz belə. Çox adam məsələn beləncə işləmlərə daxil olur. Akkumulyasiya səviyyəsi görür, manipulyasiya, aşağı qırılım, aşağı lovları təmizlədikdən sonra buradan işləmə daxil olur. Yuxarı səviyyələrə qədər
neyniyir? Tutur. Buradan geri çəkilimdən götürsən, belə. Beləsinə işləmlər tuturlar. Yenə deyirəm, akkumulyasiya marketin yatay şəkildə nə yuxarı qırılımı, nə aşağı qırılımı olmadan yatay şəkildə davam etməsini, marketin akkumulya olmasını görürük. Manipulyasiya fərqi yoxdur. Yəni akkumulyasiyanın qırdı manipulyasiya olur. Manipulyasiya çox yerdə olur ona baxsaq. Manipulyasiya likvidasiyanın manipulyasiyası olur. Fərqi yoxdur. Yəni o manipulyasiyanın bilin əsas. Yəni manipulyasiya olunur, ondan sonra hədəfinə gedir. Ondan sonra yəni distribution, yəni qırılım verir, qırılımdan sonra geri çəkilim, geri çəkilimdən işləmə daxil olub və hədəfə doğru getməsinə də distribution gedir. Distribution gerçək hərəkət olur. Yəni belə olur. İndi key zonların mən bu accumulation, manipulation, distributionları chart üzərində yox, əsasən də şeydə işlədirəm. Key zonlarla bağlayıb eləncəsini işlədirəm. Onları necəyəm, onu deyəcəm. Birinci amma sizə accumulation alanı göstərim. Accumulation, manipulyasiya, distribution göstərim. Bir dəqiqə. Məsəl üçün, burada accumulation'dır. Likvidasiya səviyyəsi, manipulyasiya eləyir. Bura manipulyasiya. İşləmə daxil olursan. Yəni, millət necə işlədir, onu deyəcəm. Məsələn, mən bu işləmi götürmədim. Çünki mənə görə bir işləm deyil. Hədəf buradır. Hələ pulun ora gəlib düşür. Və distribution tutursan. Gerçək yön hərəkətini tutursan. Yəni, millət belə işlədən var, açıqcası. Mənə görə, yəni, mən belə işlətmirəm, açıqcası. Sadəcə accumulation, manipulation, distribution göstərim sizə. Ondan sonrası asandır. Neyin istəyirəm? Bias yönündən. Fərqi yoxdur. Bias əksinə atsaz, uduzacaqsın. İndi onu göstərəcəm. Mən işləm almışam ona. Məsələn, çox adam orada məsələn uduzanda biz oradan tip olaraq çıxmışıq. Bura ayları təmizləyir axı. Burada ayları təmizləyir. Yerində saymağına sayır, ancaq ki, yəni bu səviyyəni deyirdim. Məsəl üçün biasımız burada shortdur. Burada mən məsəl üçün önəmli bir səviyyə, bu önəmli səviyyədir. Likvidasiya səviyyəsi keçmişdim sizə. Bu həmin likvidasiya səviyyəsidir. Gəlib neyniyir burada? Burada market akımlı olur. Burada market akımlı oldu. Market akımlı olduqdan sonra bu səviyyəni alır. Bu səviyyə isə çox adam deyir ki, aha, önəmli likvidasiya səviyyəsi, bir dəqiqə. Alır espran, alır. Всё, buradan partladaq geçsin. Əslində var ya burada, longluq yer var. Məsələn, əslində bura keçərli bir EMD-dir. Səviyyə alır, accumulation keçirir, manipulyasiyasını eləyir. Manipulyasiya elə qırılım verdikdən sonra, yəni buranı eləncə promoji qalxır buradan. Sən gərək aşağı zaman dilimindən 1 dəqiqəlik və yaxud 3 dəqiqəyə düşəsən ki, buradan şey axtarasan. Amma sən akkumulyasiyanın faktoru 5 dəqiqəlikdə axtarıb tapmısan. Sən 5 dəqiqəlik qırılım gözləyirsən. Amma ki, görürsün, burada önəmli səviyyə eləmişəm. Önəmli səviyyədən qırılım verir. Biasımız da shortdur. Biasımız short olduğunu görə mən bu hərəkəti tutmamışam. Çox adam bu hərəkəti tutdu, məsəl üçün. Gəldi, fərq yoxdur, istəyib buradan işləm alsın. Buradan tutacaq işləmi neçə, nə qədər tutasan belə tutmasın. Buranın tutanmayasın, gələcəksən uduzacaqsan. Nəyə görə? Sırf yəni biasın əks olduğuna görə uduzmuş olacaqsan. Marketin əsl hədəfi isə bu önəmli səviyyə götürməkdir. Bu önəmli səviyyə deyil. Bu önəmli səviyyə deyil. Önəmli səviyyə olan budur. Yüksək time frame-də olaraq budur. Ona görə bu bir çox effektiv yön göstərmir. Yəni o yönü tutmaq məntiqli deyil. Bu yönü tutmaq məntiqlidir. Daha sonra buradan qırılım verib məsəl üçün mənə idman salondaydım da həmin o işləmdir. Oradan qırılım verib işləmi tutmuşam, 2 arar tutmuşam və çıxmışam.
Yəni ona görə yəni BIOS-a çox diqqət edin. Bura manipulyasiya olmamış ki, bura niyə manipulyasiya sınmayını eləmişəm. Düzdür, belə manipulyasiya olanda likvidasiya səviyyəsini təmizləyir. Likvidasiya səviyyəsi yəni təmizləndikdən sonra dəqiqə mən inadım. Likvidasiya səviyyəsi təmizlənir, oradan sonra uçur. Prosta bu mənim üçün yenə edirəm. Bu mənim üçün önəmli deyil. Mən buradan işləmə daxil olmaram. Mən buradan long tutmaram, məsələn. Mən buradan long tutmaram. Niyə? Çünki BIOS-ım shortdur. Görürsünüz makin necə aşağı düşür. Mən buradan long tutmaram. Short işləm alaram, amma ki long tutmaram. Başqa likvidasiya səviyyəsi, məsələn. Burada məsəl üçün artıq neyiniyib? Burada önəmli səviyyədir. Önəmli səviyyəni götürür. Burada da bəlkə də likvidasiya səviyyəsi var. Ondan sonra qalxış verir. Qırılım gəlir yuxarı. Yuxarı yönlü qırılım gəlir. Yuxarı yönlü qırılım gəldiyinə görə market akumulyasiya o dəqiqə bağlayır. Accumulation keçirir və gəlir bu lovu manipulyasiya elədikdən sonra qırılım verir. Burada bir daha qırılım gerçəkləşir. Və artıq buradan işləmə daxil ola bilərsən. Atarsan qadiyə, fərqi yoxdur. Tutarsan, nə bilim, 1-2 tutsan tez gələcək zaten. 1-2 tutsan tez gələcək. Amma ki bu səviyyəni düşünürsənsə, bu yuxarı səviyyəni. Düşünürsənsə, yəni biraz gözləməli olacaqsan sizcəsə. Məsəl üçün. Bu səviyyəni gözləyirsən, biraz gözləməli olacaqsan. Yəni, bax belədir. Yəni, accumulation, manipulyasiya elədir, partlayır yuxarı. Yəni, yenə deyirəm. Burada accumulasiya səviyyəsi, akkumulə olur. Buradan niyə bir dənə manipulyasiya gözləyib partladaq getsin, elənsinə ömrü boyu elənsin işləmlər almayan. Nəyə görə? High time frame-ə bağlı qalın. High time frame-ə bağlı qalmayan hamı ucuzmağa da məhkumdur. Yəni, bunu yaxşı yadınızda saxlayın ki, hər hansı bir kəs high time frame ilə işləməyərək tipi alırsa, o bəxtəxuda alır. Yəni, götə-bala işləm alır, tutur, sonra özlərinə trader deyir. Yəni, hətta elənsinə insanlar var. Gəlir bizlə dirəşirlər. Yəni, vəziyyət belədir. Yəni, yenə deyirəm. İstəyir, hər hansı bir konsept hər hansı bir strategiya olsun, başa salım sizə. Hər strategiya yadınızda saxlayın. Mən dəfələrlə deyirəm. Hər hansı bir strategiya olursa olsun, ICD konseptlərindən. Bunlar hamısı önəmli səviyyələrdə alınacaq bir şeylərdir. Yəni, gedim, nə bilim, burada önəmli səviyyədə deyil, amma qəşən akkumulyasiya elədim, manipulyasiya, distributiona qatılım, partladım, geçsin, olmayacaq. Axırınız budur. Gözləyin, axırınız məsəl üçün budur. Alacaqsınız buradan işləmi, longu tutacaqsınız, akkumulyasiya, manipulyasiya elədi, longu basaq geçsin deyəcəksən, part gəlib uzacaqsan burada. Amma biraz göz aşinalığın olduqdan sonra, high time frame-ə bağlı olduqdan sonra, bura high time frame nə var burada? Allah bilir, 1 saatlıqdır, nədir bu? Oranı baxım, görüm ora nədir? Uydu, hara getdi bu? 4 saatlıqdır. 4 saatlıq 4 saatlıq deyil ha. 4 saatlıqdır ki ora. Burada başqa... Deyəm dəqiqə. 15 dəqiqəli idi ora. Yox, oranı aynı götürür axı. Buradan tutmuşum, Bura 15 dəqiqəli fair value qəbdir. 1 dəqiqə. Burada low resistance liquidity yaradır. Məsələn, market haylar almadan düşür. Hayları almadan düşür. Burada məsələn gəlib manipulyasiya equal high səviyyəsi yaradır. Hətta çox az şəkildə şey eləyir. Amma heç gəlib məsələn low da təmizlənir. Çünki yönü bullishə dönübdür. Burada 15 dəqiqəli idi. Plus ki bu qırılımlar məndə qırılımlar. Bu New York session'dır. New York session'dan tutmuşam bu işləmi. Yəni bu səviyyəyə gələcəyini bildiyim üçün sadəcə tam olaraq short yönlü necə deyim sizə, daha belə xoşa gələnmi deyim, necə deyim onu.
Opsidə yəni ki, qısa olaraq deyim, yəni BIOS-a uyğun işləm tutun, başqa heç nə. BIOS-a uyğun işləm tutacaqsan, qazanacaqsan. Şey eləməyəcəksən, high time frame ilə işləməyəcəksən, 1 ay qazanacaqsan, 1 ay qazandığını 5 gündə itirəcəksən. Qısa və konkret. Sonra trade-də iyrənəcəksiniz, trade-i buraxmaq istəyəcəksiniz. Boşa vaxt itkisidir. High time frame ilə işləyin, hər gün işləm almağa çalışmayın. Zaten marketdə hər gün işləm olacaq deyilən bir şey yoxdur. Bu işin də %100 garantisi yoxdur. Nə mənada garantisi yoxdur? Yəni işləmin gəlməsi barədə. Yəni indi keçək, əsas odur chart üzərində başa düşdünüz? O heç. Başa düşmədisə, yəni deyirəm, yorumlara yazın bilək. İndi keçək, mən necə işlədirəm. Demək, BIOS shortdur. BIOS shortdur, yuxarıda bir high time frame PDR-ayımız var və Asya, indi başa salın bir-bir. Bu nə məna verir? Asya sessionlarında market hər dəfəsində deməyim, amma genəlliklə deyim də, akkumulyasiya olur. Yəni high təmizlənir, low təmizlənir, yəni range daxilində hərəkət eləyir. Range nədir? Yəni məsəl üçün mumdur, mumun high var, low-u var. O məsəl üçün bunu mum necə deyim? Bunu bir mum olaraq fikirləşin. Məsəl üçün high-dır, low-dur. Bu həmin bu mumun range daxilində hərəkət eləməsi. Yəni heç bir yönə qırılım verməməsidir. O yəni o deməkdir. Amma mən danışamıram bu gün nədəndirsə. Nəysə, yəni məna odur. Accumulation, Asya accumulation keçirir. London sessionu manipulyasiya eləyir. Fikir verin məsələn, BIOS shortdur. BIOS shortdur, accumulasiya keçirdi. BIOS short olduğuna baxmayaraq görürsünüz London yuxarı vurur. Avtomatik buna siz deyirsiniz ki, manipulyasiyadır. London manipulyasiya eləyir. Siz bu manipulyasiyada daxil olmursunuz. Çox adam gəlir girir ki, Londonda tipi tutdum. Manipulyasiya eləyən şey tutur, nədən işləm tutur, mən traderam deyir. Bu trader deyil, bu sadəcə sən işləmi riskə atmaqdan başqa heç bir şey deyil. Sən işləmləridir, puluvudur, hər şey vaxtıvıdır, riskə atırsan. Yəni London eləncə bir hərəkət eləyə bilər ki, məsəl üçün. Yəni yenə deyirəm, manipulyasiya əgər BIOS əks yöndədirsə, məsələn də belə deyim, BIOS məsələn shortdur, qiymət yuxarı qalxır. Yəni o düşüşü qədər effektiv deyil, məsələn necə deyim, BIOS shortdur. Məsələn, BIOS shortu necə effektiv şəkildə, rahat şəkildə gedir. Amma şey elə deyil. Manipulyasiya elədiyi vaxt, məsələn, işləmə buralardan bir yerdən daxil olmuş. Məsələn, stopun buralarda bir yerdədir. Gəlir oranı bir dəfə də manipulyasiya eləyir, qalxır. Qalxır yuxarı, bir dəfə də manipulyasiya eləyir, oradan qalxır. Başa düşdünüz? Yəni bunu başa salmağa çalışıram hər kəsə. Yəni əgər market short yönlüdürsə, longa qətiyyən daxil olmayın. Çünki market manipulyasiyadadır. İstədiyi vaxt gəlir avlayır nədən adı, o stoplarınızı avlayır. Yəni o pulları toplayır orada, o yakıtı toplayır, ondan sonra gedir yuxarı. Məsələn, uduzmağınız ona görədir. Yəni London sessionunda işləmə daxil olmuyor. Məsələn, mən işləmə daxil olmuram. Çünki niyə? Elə vaxt olur ki, London sessionu da manipulyasiyanın deyil, distribution artıq gətirən vaxt New Yorkda top möhkəm düşür aşağı. Yəni o göz aşinalığıdır. O biraz işləm aldıqca başa düşəcəksiniz. Çünki London çox cür hərəkət eləyə bilər. Elə vaxt olur ki, indi onu göstərəcəm, onu da çəkmişəm. Onu da çəkmişəm, onu da göstərəcəm. Belə baxanda London necə hərəkət eləyir mənə görə deyirəm. Mənim göz aşinalığıma görə bu şəkildə hərəkət eləyir. Yəni akkumulyasiya keçirir, manipulyasiya eləyir. Manipulyasiya elədikdən sonra market, bunu biraz aşağı eləyim. Market manipulyasiya elədi. Yuxarıda hansı bir PDR-ayımız var, önəmli səviyyəmiz var. Fərqi yoxdur, 1 saat, 4 saat, 1 gün, 1 həftə. Həmin o önəmli səviyyənin içində olmalısınız o işləmi götürmək üçün. Gəlir market nə edir? Təzədən gəlir bura, New York. Buradan qırılımı verir. Buradan qırılım verəndə işləmə daxil olursunuz, sadəcə heç nə. İşləmi tutursunuz. Yəni beləsə pozisiya gördükdə, yəni gözü bağlı işləmə daxil ola bilərsiniz. Gözü bağlı. Yəni o dərəcə. Çünki çox gözəl şəkildə işləyir bu strategiya. Başqa nəsə var? Yoxdur. Buradan başa sala biləcəyim. İndi ikinci türlüsünə gəlirəm.
Association'dır, yenə akkumulyasiya keçirir. Akkumulyasiya olduqdan sonra bax görürsüz, bias shortdur burada da. Bias məsələn burada yenə də shortdur. Ancaq nə edir market? Görürsüz London biasa uyğun hərəkət eləyir. Niyə? Çünki London, əgər beləncə bir hərəkət görürsünüzsə, London bir çox vaxt manipulyasiyasında New Yorka saxlayır. Başa düşdünüz nə demək istəyirəm? New Yorka saxlayır. Ona görə siz nə edirsiniz? Məsəl üçün mən təzəcə harda işləm aldım? Axırıncı dəfə aldığım işləm idi də, səhv eləmirəmsə. Hə, axırıncı dəfə aldığım işləm idi. Hansı ki o işləm London manipulyasiyasını New Yorka saxladı. Biz New Yorkda bu qalxışı məsələn oradakı qalxışı tutmadıq və yaxud da bambaşqa bir şey tutmadıq. Yox, shortu tutmadıq orada. Hə, longu tutmadıq. Longu tutmadı, əksinə. Oradan gəldi, düşdü, təzə longu tutdu. Başım qaçışdı, Quran da olsun. Onu biraz işləm göstərərəm, görərsiniz. Belə başa salamayacağam. Yəni ki, New York manipulyasiyada eləmirsə, aşağı düşürsə, buradan artıq qırılımdan bu qırılımı tutmamalısınız. Elə adam var, düzdür, tutur buradan bura. Əslində məntiqlidir. Bu New York açıldığında məsələn qırılım gəlsə yuxarı yönlü, əgər sən yuxarı yöndə hara çəkilməlidir, önəmli səviyyə varmı, ora çəkilməli olduğunu bilirsənsə, hə, o işləmə daxil ola bilərsən. Yəni bu qədər professionalsansa, yəni ora çəkiləcəyini bilirsənsə, yəni işləmə daxil ola bilərsən. Amma ki, real hərəkəti nədir? Budur. Real hərəkəti budur. Manipulyasiyasını bura saxlayır, real hərəkətini davam elətdirir. Yəni sizin işləm əslində disiplinlə gələcək işləm bu səviyyədir. Bir dəqiqə bura. Bu səviyyədir. Yəni biasın short olarsa, yəni long olarsa bunun tam əksidir. Yəni bir də longu çəkməyim. 12 dənə şey çəkmişəm. Akkumulyasiya association, manipulyasiya London session, distribution New York AM. İndi o işləmi göstərəm. Axırıncı dəfə aldığım işləmi. Qoy bir dənə. Burada 1 saatlıqda önəmli səviyyə var. Bir dəqiqə. Burada 1 saatlıqda önəmli bir səviyyə var. Bir dəqiqə, buranı çək. Burada önəmli səviyyədə bu qalsın. Hətta 2 də önəmli səviyyə var orada. Məsəl üçün, market gəlib düşüb bura. Bir dəqiqə, kiz onları açım. Buranı bağla. Hər bir şey bundan sonra qarma qarışıq gəldi mənə. Bir dəqiqə indi. Məsəl üçün, market gəlib düşüb. Necə hərəkət edib, bir dənə baxaq. Görürsünüz, marketin Asian high-dır, low-udur. Gəlir, hələ də marketin içində davranır market, yəni akkumulyasiya keçirir. Yəni fikir versiniz, akkumulyasiya, yəni market buradan yuxarı vurur, daha sonra gəlir düşür aşağı, təzədən yuxarı qalxır. Yəni görürsüz gedib aşağı tam, yəni qırılım belə baxanda qırılım verib də, niyə gedib düşmədi aşağı? Çünki market akkumulyasiyadır. Akkumulyasiya elədi. Baxın görürsüz London yuxarı vurdu. Bizim onsuz aldığımız yön, biasımız burada bullishdir. Yəni long yönlüdür. Yəni biz burada ancaq long yönlü işləmə baxacağıq. Short işləm baxmayacağıq. Görürsüz market gəlir bura yuxarı vurur. Yəni yuxarı vurur. Ardınca bağlanışında isə gəlir düşür aşağı. Bura gəlib düşür. Londonun lovunu da təmizləyir. Buranı təmizlədikdən sonra bu önəmli səviyyəni buna qatmayın. Çünki bu önəmli səviyyə hələ bu vaxt olarkən yaranmayıb. Buradan qırılım verir market. Mən bu qırılımdan məsələn işləmə daxil olmamışım. Çünki mənə görə yəni önəmli səviyyədən şey almayıb, bir şey eləməyib. Sadəcə bu qalxış lazım idi mənə. Bu qalxışı verir, daha doğrusu bu qalxışı. 2 dəqiqə. Bax, bu qalxışı verir məsəl üçün, bu qalxışı verir mənə. Mənim hədəf, ardınca market nə edir? Gəlir düşür aşağı. Qiymət düşür aşağı. Qiymət aşağı düşdükdə isə burada önəmli səviyyələrim var. Bax, önəmli səviyyəm var, önəmli səviyyəm var. Bura gəlib düşdükdə artıq mən işləmə daxil oluram və yuxarı səviyyəyə qədər tuturam. Yəni buradan da tuta bilərəm əslində. Bu yuxarısı sadəcə bura mənim hədəfim buraydı. Yəni ki, yuxarı şeylədi, daha sonra aşağı manipulyasiya elədi. London aşağı manipulyasiya elədi və gerçək sonra buradan qırılımlar gəldi. Çünki niyə görə buralarda işləmə daxil? Çünki önəmli səviyyə yox idi məndə orada. Artıq bu qalxışda məndə buralarda önəmli səviyyələr yarandı. Önəmli səviyyə yarandı deyə
Burada boşluqlar var. Bu market yuxarı getdikdən sonra, yuxarını aldıqdan sonra, daha sonra aşağı düşür. Aşağı səviyyədə önəmli səviyyəyə gəlir və oradan işləmə daxil olub və tipimizi alıb çıxırıq işləmdən. Bu qədər əslində asandır. Sadəcə biraz göz aşinalığı lazımdır. Bir dəqiqə. Nasdaq'a baxmışam. Nasdaq'da o qədər şey yoxdur. Bax məsəl üçün. Manipulyasiya burada önəmli səviyyədədir desəm. New York şeydə çox da şey eləmişləmirəm. Amma bu çox qəşəngdir. Bax görürsüz. Akkumulyasiya keçirir market. Market akkumulyasiya keçirdikdən sonra short yönlüdür ki market. Bir dənə baxın. Shortdur market. Siz burada manipulyasiyanı belə deyim. Burada da manipulyasiyanı sonraya saxlayıb. Məsələn, New York manipulyasiyasını bura saxlayıb. Əslində bu aralıq var. Londonu bitir əslində burada. Burada Londonu bitir. Bitməyinə qalmış gəlib buranı manipulyasiya eləyir Asiyanın hayına. Asiyanın hayını manipulyasiya elədikdən sonra pump təzən düşür hədəfinə doğru. Görürsüz, London manipulyasiyasını New Yorkun bağlanışına qalmış, açılışına qalmış manipulyasiya gerçəkləşdirir və hədəfinə doğru yola çıxır. Hədəfinə doğru yola çıxır. Çox gözəl, möhtəşəm bir söz idi. Buradan gəldin, işləmə daxil oldun. Ayını atsan, az tutacaqsan o heç. Ay bilin. 1-2 işləm tutdun, çıxdın. Baxın, başqa cür nə var. Bu nə də? Buna qoydu. Məsəl üçün. Ən gözəl, məsəl üçün, ən gözəli. Bunu göstərin, məsəl üçün. Akkumulyasiya keçirir market. Market açılışında pump aşağı vurur. Bir dəqiqə. Amma burada bir şey var ki, biraz shortdur. Burada çəkdiyim bir şey. Buralarda önəmli səviyyə. Mən New Yorkda şey eləmirəm. Trade atmıram deyə. Tam təxminim deyirəm ki, yəni buralarda, yuxarılarda önəmli bir səviyyə var. Həmin o önəmli aşağı təmizlənir və aşağı təmizləndikdən sonra yuxarıda önəmli bir səviyyələr qalır. Asiya nə qarır? Asiya akkumulyasiya keçirir, manipulyasiya aşağı eləyir. Görürsüz, mən sizə necə baş salmışdım. Manipulyasiya aşağı elədikdən sonra qiymət bir daha gəlir Londonun. Görürsüz, açılan kimi necə bu da aşağı manipulyasiya eləyir. Londonun fikir verin bir dənə sadəcə. Londonun ümumiyyətlə işləm açarkən, zad edərkən Asiyanın lovu ilə, Londonun lovu, high ilə lovu. High lov nədir? Məsəl üçün, bax bura lovdur. Bax görürsüz, xəttləri var burada. Xət. Buranın lovunu almaları, bunun lovu ilə high-na diqqət edin. Çünki bunların market çox vaxt avlayır. Yəni çox vaxt oralara o qiymətləri gəlib oralardan tepki alır. Daha sonra yəni, akkumulyasiya eləyir, manipulyasiya aşağı eləyir. Manipulyasiya elədikdən sonra bir daha Londonun lovunu alıb yuxarı yönlü partlayır qiymət. Hədəfinə doğru gedir, ondan sonra zaten düşür qiymət. Buralarda göstərmir də, iş orasıdır. Görün, baxım, görün, başqa nə? Qızılda var, məsəl üçün, baxım, görün. Çox qızıl Asiya da yaxşı olur, ona görə çətin tapaq, deyirəm də. Qızıl vəbşən biabırçılıqdır bu aralar. Bir dəqiqə. Bitcoin də göstərəcək, Bitcoin də var. Bunun New York kanalı hələ gəlməyib. Onda akkumulyasiya keçirir market. Biasımız nədir? Longdur. Mən sizə nə demişdim? Lovlarına diqqət edin. Lovlarına. Bax, haylar təmizlənib. Lovlara diqqət edin. Buranın manipulyasiyası. Görürsünüz, manipulyasiya eləyir buranı. Buranın manipulyasiya elədikdən sonra, yuxarı alındıqdan sonra düşür, qalxır yüksək zaman diliminə. Yüksək zaman dilimində geri çəkilmə olmalıdır. Çünki bax, ancaq yaşıl mumlar açır. Bu səviyyəyə gəlib düşməlidir qiymət. Yəni, New York açılışında. İndi bazar bağlıdır, amma Bitcoin üçün bağlı deyil.
Çünki artıq qiymət nə etməlidir? Bunları təmizləyib təzədən hop yuxarı qalxmalıdır. Hop qalxmalıdır, başqa cür yox. Baxaq bir dəqiqə. Range daxilində manipulyasiya, sonra distribution. Görürsüz? Asiyanın, Londonun haylarını götürür. Buna düşüşdü ola. Belə şey olar ha. Yəni təxmin nə demək istədim, yəqin ki başa düşdünüz. Yəni başa düşmədiyiniz bir şey varsa, yenə deyirəm, yazın. Şey eləyək. Məsələn, bu qiymət buracan məsəl mən gözləyirəm. Buradan sonra qalxış. İndi mən belə deməyim, çünki tam analiz eləməmişəm onu. Vapşım yuxarı time frame'ləri də göz gəzdirməliyəm. Bir dəqiqə. Günlükdə bir şey yoxdur. Qiymət manipulyasiya eləyir. Qiyməti manipulyasiya elədikdən sonra tepkisini alır. Sadəcə və sadəcə bu geri dönüşlər lazımdır mənə. İndi bura minimum buracan gözləntim var. İndi bu videodan sonra baxarsınız, görərsiniz ora düşüb yoxsa yox. Yəni qiyməti alıb buradan da uça bilər. Əslində buradan daha aşağılara da gələ bilər. Daha aşağılardan da gəlib tepki ala bilər, amma ki məsələn burada var. Buranın gəlib tepki ala bilər. Buralardan da gəlib tepki ala bilər. O da ki bir şey var ona görə. Tam açıqlaya bilmirəm. Bir dəqiqə baxım görüm. Səviyyələrə qədər gəlib düşə bilər. Amma belə genəllik olaraq, yəni biraz longdur. Yəni belə. Yəni çox çətin bir şey yoxdur. Sadəcə onu biləsiniz ki, Asiya genəlliklə akkumulyasiya eləyir. London manipulyasiya gerçəkləşdirir. New York isə açılışında nə edir? Hədəfə doğru gedir. Hansı hədəfə doğru gedəcəksə, o hədəfə doğru da gedir. Ona görə, yenə deyirəm, piyasınız ona görə uyğun olsun. İndi bir dəqiqə. Burada əslində manipulyasiyanı aşağı eləməli idi ki, aşağı manipulyasiya eləməli idi. Burada məsələn hələ hədəfə gedir bu. Hədəfə doğru gedir. Ola bilsin manipulyasiyanı şeyə saxlayır, New York'a. Manipulyasiyanı New York'a saxlayır, New York gəlsin, alsın buraları, oradan sonra təzədən qalxış eləsin. Yəni belə. Bugünkü dərsimiz belədir. Yəni deyirəm, başa düşmədiyiniz bir şey varsa, yoruma da yazın, ya Telegrama gəlin, Telegrama deyin ki, məsələn ki, mən başa düşmədim, bunun haqqında video çək və yaxud bambaşqa bir şey. Yəni belə, yəni çox da çətin bir şey deyil. Sadəcə accumulation, manipulation, distribution nədir? Asiyanın, Londonun önəmlərini bilin, lovları, hayları önəmli olduğunu bilin. Bundan sonraki dərs aydınlaşdıraraq da elə ki, bala-bala gedirik. Neysə. Heç nə, videonun like atmağı, sayfadan çıxdı ha. Video like atmağı, qaqış, dəqiqə, böyük ekran eləyim, yaxın görün məni. Video like atmağı, abunə olmağı və yorum yazmağı yaddan çıxarmayın ki, çünki dəstək olursa qısaca 30 dəqiqə video olub, Quran anında olsun. Dedim az eləyim, getdi 30 dəqiqəyə çıxdı. Sağ olun.